Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allah Şükür Paşazadə bütün ermənilərin Katolikosu 2-ci Qaragenlə hələlik görüşmək istəmədiyini elan edib. Allah Şükür Paşazadə jurnalistlərə açıqlamasında onunla görüşməyə özünə yaraşdırmadığını bildirib. 2-ci Qaragenlə hələlik görüşmək istəmirəm. Bununla görüşməyi özümə yaraşdırmıram. Qaragen dini sifətindən başqa siyasi sifətə bürünüb. Din adamının bu qədər siyasətə qoşulması düzgün deyil. Ona görə də onunla bağlı görüşmək fikrim yoxdur, deyək Şeyx qeyd edib. Gimi sədri həmçinin yeni Roma papası ilə görüşəcəyini açıqlayır. O bildirib ki, yaxın vaxtlarda Müsəlman Ağsaqqal Şurasının Vatikanda görüşü planlaşdırılır. Vatikanda Roma papası Robert Francis Prevost'la da görüşümüz nəzərdə tutulub. Ümidvadam ki, digər Roma papaları kimi o da yaxın zamanlarda Azərbaycana səfər edəcək. Gimi sədri yeni Roma papası ilə görüşəcək. Yeni Sabah məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allah Şükür Paşazadə deyib. Bu deyib ki, yaxın vaxtlarda Müsəlman Ağsaqqal Şurasının Vatikanda görüşü planlaşdırılır. Vatikanda Roma papası Robert Francis Prevost'la da görüşümüz nəzərdə tutulub. Ümidvadam ki, başqa Roma papaları kimi o da yaxın vaxtlarda Azərbaycana səfər edəcək. Ümidvadam ki, başqa Roma papaları kimi o da yaxın vaxtlarda Azərbaycana səfər edəcək.